Abu Zur'a, Muhammed ibn Nasr və başqaları ayaqları ilə səhralar keçərdilər elm tələb etmək üçün. Onlar elə uzun yollar dəf eləyərdilər ki, hansı ki o yollarda miniklərinin nəfəsləri kəsilərdi. Yarı yolda miniklərini qoyub ayaqla davam eləyərdilər. Yolun çətinliyi, məşəqqəti və yorğunluğu bununla bərabər idi. Buna baxmayaraq elmin ləzzəti, hansı ki Allah Subhanahu taala onların qəlblərinə bunu yerləşdirmişdi, yolun çətinliyini və bu səfərin uzaqlığını بالقلم علم الإنسان ما لم يعلم والذي تفضل على من شاء بالعلم وتكرم الحمد لله حمدا يزيد في النعم ويدفع النقم وأشهد أن لا إله إلا الله وحده لا شريك له له الملك المعظم وأشهد أن محمدا عبده ورسوله النبي المكرم صلى الله عليه وعلى آله وصحبه وسلم. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Bugün Allah'ın izniyle bir kitaba başlayırıq inşallah, bir kitabın şərhinə. Bu kitab da insanın elmini artırmaq üçün, elm öyrənmək üçün gözəl bir kitabdır. Elmə həvəsləndirən, sələflərin elmə hərisliyi barəsində, elm öyrənməyin yolları barəsində olan çox gözəl bir kitabdır. Bu kitabın adı Məalim fi tariq tələbil ilm. Elm öyrənmək, elm tələb etmək yolunda olan əlamətlərdir, işarələr. Elm tələb etməyə, elm öyrənməyə hansı yollar aparır? Bu da Abdüləziz Əs-Sədhan Hafizahullah onun yazdığı kitabdır. Bu kitab Abdullah Cibrin rahimehullah təqdim olunub. O bu kitaba müqəddimə verib, tərifləyib bu kitabı. İnşallah çalışacaq bugün bir müqəddimə götürək və gələn dərslərdə inşallah kitabı hissə-hissə götürüb dərs keçək. Və belə inşallah ki, kitab dərs eləmək, öyrənmək fəziləti çoxdur. Bu özü təhsili elmdir, yəni əsas elmlər sayılır, bünövrə elmlər sayılır. Yəni ola bilsin ki, hansısa bir xütbələr, vəzlər lazımdır, nəsihətlər lazımdır, onun öz yeri var. Bu elmlər isə kitabdan öyrənmək, dərs keçmək isə bu insanda qalıcı elmlərdir. O birisilər sadəcə nəsihətdir, insanın imanını artıran, bu isə qalıcı öyrənmək üçün səbəblərdir. Və çalışaq ki, inşallah bugün sadəcə müqəddimədir. Gələn dərsdən inşallah çalışaq ruska və dəftər getirək. Orada mühüm məsələləri qeyd eləyək və sonra bir müddət keçəndən sonra sual olacaq, imtahan olacaq, inşallah hədiyyələr olacaq, həvəsləndirici hədiyyələr olacaq. Və beləcə çalışaq ki, Allahın bu dini, Allahın bizə verdiyi elmi öyrənməyə çalışaq. Və burada müqəddimə verib müəllif rahimehullah buyurub ki, Elhamdülillahi Rabbil alemin və salatu və selamu alə Rasulillah və alə sahbihi və mən valah əmmə ba'd fə innə min ni'mətillahi teala alə şəbabil İslam ən yetevəccehu ilə həlaqatil ilm. Deyir, Allahın bizə olan nemətlərindən biridir ki, bu cavan, gənc müsəlmanlar, İslamın cavan şəxsləri elm halqalarına yönəliblər. Və yüzəhimul uləmə bir rukəb liyənhəlu min ma'in ilmihim və istəniru bi əraihim və təvcihatihim. Onlar alimlərə yanında diz atıb elm öyrənərək alimlərin yanında mülazim olublar və onlar alimlərin elmindən, elmi öz mənbələrindən götürməyə çalışıblar. Və onların rəyləri ilə, onların tövcihatları ilə, yəni görüşləri ilə işıqlanıblar. وَمَتَى مَا تَحَسَّنَ شَبَابُ الْإِسْلَامِ بِالْعِلْمِ فَإِنَّهُمْ سَيَقْدِرُونَ عَلَى مُوَاجَهَةِ الصَّعَابِ
və təhəmmülül məşaq. Nə vaxt ki, gənc müsəlmanlar elmi özlərinə qala olaraq götürəcəklər, özlərinə bir müdafiə, bir qalası olaraq götürəcəklər, onlar çətinliklərə qarşı üz gələ biləcək və məşəqqətləri özlərində daşıya biləcəklər. Fəbil-ilmi ya'budul muslimu rabbahu alə basirə. Elmlə müsəlman Rəbbinə ibadətində bəsirətlə ibadət edir. Və bil-ilm tətəhəzzəbul əxlaq. Elmlə əxlaq gözəlləşir. Və bil-ilm təzulul əhqad. Elmlə düşmənçiliklər hamısı aradan qalxır. Və bil-ilm tətəələful qulub. Elmlə qəlblər birləşir. Fəsahibul ilm qudvətun fi samtihi və qudvətun fi kəlamihi və qudvətun fi libasihi və qudvətun fi cəmi'i şuunihi. Elm sahibi olan insan öz susqunluğu ilə bir nümunə olur. Öz danışığı ilə bir nümunə olur. Öz geyimi ilə bir nümunə olur. Və bütün məsələlərdə, bütün hallarında başqalarına nümunə olur. Və bil cümlə fəhuvə kəlqeys eynəmə həllə nəfə. Ümumi olaraq götürsək, elm sahibi fayda verən bir yağış kimi olur. Hara nazil olsa, ora fayda verir. Fi mənzilihi, fi məscidihi, fi suqihi, fi müctəmihi. Öz evində, məscidində, bazarında və ümumi toplumun içində. Və alə hədə fəyənbəği li kulli vahidin minnə ən yusari'a lilluhuq bir rukəbi tələbil ilm. Buna görə də hər birimizə vacib olur ki, elm tələb eləmək üçün bu yola baş vuraq. Və yəstəfid min mücəlesətihim və iltiqatul fəvaidə min əhədithihim. Və çalışaq ki, elm məclislərində, onların məclislərindən istifadə edək və onların danışıqlarından, alimlərin danışıqlarından faydalar götürək. وَلَمَّا كَانَ هَذَا الْمَقْصَدِ الشَّرِيفِ تَهْوِي إِلَيْهِ نُفُوسُ كَثِيرٍ مِنَ الشَّبَابِ الْأَخْيَارِ كَانَ كَثِيرٌ مِنْهُمْ يَتَسَاءَلْ عَنِ الطَّرِيقِ الْأَمْثَلِ لِطَلَبِ الْعِلْمِ. Nə vaxt ki, bu şərəfli məqsəd ortaya gəldi, qəlblər ona yönəldi, xeyirli gənclərin çoxsundan bu cür suallar gəlir. Onların çoxsu soruşurlar ki, elm tələb eləmək üçün ən yaxşı yol hansıdır? فَمِنْهُمْ مَنْ يَقُولُ كَيْفَ أَحْفَظُ الْقُرْآنِ. Onlardan bəziləri deyirlər ki, Quranı necə əzbərləyim? وَمِنْهُمْ مَنْ يَقُولُ كَيْفَ أَحْفَظُ الْمُتُونِ. Bəziləri deyirlər ki, elm mətnlərin necə əzbərləyim? Elmi mətnləri. وَمِنْهُمْ مَنْ يَقُولُ بِأَيِّ مَتْنٍ أَبْدَأُ وَأَيِّ دَرْسٍ أَحْضُرُ. Və bəziləri də soruşurlar ki, hansı mətni mən əzbərlə başlayım və hansı dərslərdə iştirak edeyim? وهلم جر من هذه الأمثلة الكثيرة التي تدل على حرص أصحابها وقوة عزيمتهم. Və bununla belə bir neçə məsələlər var ki, bir neçə suallar var ki, bunlar hamısı bu sual verənin qüvvətli hərisliyinə və əzmkarlığına dəlalət edir. وقد أحسن الظن بغير واحد من أولئك الشباب فكانت أسئلتهم تتكرر كثيرا تارة مشافهة وتارة مهتفة وتارة مكاتبة. Və bəzi müəllif buyurur ki, bəzi xeyir əhli, bəzi gənclər çoxsu mənim barəmdə yaxşı zənn edərək mənə çoxlu suallar verirlər bu barədə. Bəzən üz-üzə gələrək suallar verirlər, bəzən telefonda, bəzən də yazışma ilə mənə suallar verirlər. فَجَمَعْتُ لِنَفْسِي وَلَهُمْ كَثِيرَةٌ عَنْ آدَابِ أَهْلِ الْعِلْمِ. Və mən özüm üçün və onlar üçün elm əhlinin ədəblərinin çoxsundan topladım bu kitabda. وَمَا يَتْبَعُ ذَلِكَ مِنْ طَرِيقِ طَلَبِهِ. Və buna bu yolda, elm tələb eləmək yolunda olan nə aiddir, onların hamısını bura topladım. Və səmərətü təhsilihi, bu elmi toplamağın səmərəsini də buraya yazdım. Və qumtu bi tərtib hədihil məvadi' alə həsbi cühdi. Və bunları bacardığım qədər tərtib eləməyə çalışdım bu mövzuları. ثم ألقيتها في الدورة العلمية الثانية المقامة في المسجد الشيخ الإسلام ابن تيمية رحمه الله تعالى
وذلك في العام 1415 من الهجرة بعنوان معالم في طريق طلب العلم ثم جمعت ذلك في هذا الكتاب الذي بين يديك. Ve bunu buyurur ki bir ikinci elmi dövrə təşkil etdik və Şeyxülislam İbn Teymiyyə adlı olan meşiddə bunu qurduq. 1415-ci il hicri tarixinə 1415-ci ildə bu ünvanla Məalim fi Tariq Tələbil İlm, elm tələb etmək yolunda olan əlamətlər adlı ünvanla başladıq. Sonra bunların hamısını bir kitabda cəm elədim. Birinci bu dərs olub, sonra onu kitab şəklində yığıb. Və hədə cuhdul muqil vallahu əsəl ən yənfə bihi min mən kədəbəhu və qarahu və nəşərəhu innehu təalə səmi'un mucib. Bu da çox az bir əziyyətdir. Allahdan istəyirəm ki, Allah bu kitabı yazana, oxuyana, bunu nəşr edənə fayda versin. Həqiqətən o eşidən və duaları qəbul edəndir. Və müqəddiməsində buyurur ki, davam edərək buyurur ki, Elhamdülillahi Rabbil Alemin. Bu müqəddimə də elm tələb etməyin və bu elm tələb etməkdə olan şərəfin haqqında, fəziləti haqqında müqəddimə qeyd edib. Buyurur ki, فَإِنَّ الْإِنسَانِ لَيَنْشَرُحْ صَدْرُهُ وَيَتْمَئِنُّ قَلْبُهُ إِذَا رَأَى طُلَّابَ الْعِلْمِ فِي عَلَاقَاتِ الْعِلْمِ. İnsanın həqiqətən də elm tələbələrini elm halaqalarında görəndə köksü genişlənir və qəlbi rahatlanır. فَهُمْ قَدْ تَرَكُوا لَذَّةَ النَّوْمِ وَهَجَرُوا الْفِرَاشِ فِي وَقْتٍ يَهْجَعُ النَّاسِ فِيهِ وَتَرَكُوا سَائِرَ الْمُلَذَّاتِ. Və onlar yuxu ləzzətini tərk ediblər. Yataqlarını tərk ediblər. Hansı ki, insanlar o vaxtı yataqlarında yatırlar və bütün ləzzətləri tərk ediblər. وَآثَرُوا أَمْرًا يَرْجُونَ بِهِ النَّجَاةِ فِي الدُّنْيَا وَالْبَرْزَخِ وَالْآخِرَةِ. Və onlar elə bir məsələni üstün tutublar ki, onunla dünyada, bərzəx həyatında və eləcə də axirət həyatında Allahın nicatına ümid edirlər. وَقَدْ مَدَحَ اللّٰهُ حَامِلِ الْعِلْمِ وَقَالْ إِنَّمَا يَخْشَ اللّٰهَ مِنْ عِبَادِهِ الْعُلَمَاءِ. Və Allah Subhanahu taala elmi daşıyanı tərifləyərək buyurur ki, həqiqətən Allahdan qullar arasında yalnız alimlər daha çox qorxar. وَخَسَّ الْعُلَمَاءِ بِالْخَشْيَةِ لِأَنَّهُمْ أَعْرَفُ النَّاسِ بِاللّٰهِ. Alimləri burada Allahdan qorxmaqda xüsusiləşdirdi. Çünki onlar Allahı başqalarından daha çox tanıyırlar. وَكُلَّمَا كَانَ الْعَبْدُ بِرَبِّهِ أَعْرَفُ كَانَ لَهُ أَرْجَى وَمِنْهُ أَخْفَفُ. Nə qədər qul öz Rəbbini daha çox tanıyarsa, ondan daha çox qorxar və ondan daha çox çəkilər. فَالْعِلْمُ سَبَبٌ لِمَرْضَاتِ اللّٰهِ تَعَالَى. Elm Allahın razılığı qazanmağa bir səbəbdir. وَسَبَبٌ لِلْحَيَاةِ الطَّيِّبَةِ فِي الدُّنْيَا وَالْحَيَاةِ الْبَرْزَخِيَّةِ وَفِي الْحَيَاةِ الْأُخْرَى. Eləcə də dünya həyatında, bərzəx həyatında, axirət həyatında da gözəl yaşayışa bir səbəbdir elm. وَالْعِلْمُ سَبَبٌ لِتَقْوِيمِ السُّلُوكِ وَتَذْهِيبِ النُّفُوسِ. Elm nəfsləri təmizləmək üçün, davranışları düzəltmək üçün gözəl bir səbəbdir. وَهُوَ سَبَبٌ لِمَنْ أَخْلَسَ النِّيَّةَ فِي طَلَبِهِ وَتَطْبِيقِهِ لِلنَّجَاةِ مِنَ الشُّرُورِ. O eləcə də səbəbdir ki, kimlərə ki, onlar bu elmi tələb etməkdə, tətbiq etməkdə niyyətini ixlaslı edirlər, onlar üçün səbəbdir ki, bütün şərlərdən qorunur. Alə ixtilafi ənvaiha və əcnəsiha. Baxmayaraq ki, bu şərlərin növləri və cinsləri ayrı-ayrıdır. Və indəmə yəctəmi'ul əhibbə liyənhəlu min ba'dil əhibbətihim yətəalləmunə və yuallimun fə innə hədə yuaddu qurbətun min a'zamil qurbət. Nə vaxt ki, sevimli şəxslər bir yerə toplaşıb, bir-birindən faydalar alırlar, bir-birindən öyrənib, bir-birlərini öyrədirlər, həqiqətən bu, ən gözəl, ən əzəmətli Allaha yaxınlaşdıran əməllərdən sayılır. وَكَانَ سَلَفُنَا يَشَدُّونَ رِحَالُ مُطِيِّهِمْ طَلَبًا لِلْعِلْمِ. Sələflərimiz belə, onlar səfərə öz miniklərin
öz minikləri ilə səfərlər hazırlaşardılar. Yəni uzaq səfərlərə hazırlaşırdılar elm tələb etmək üçün. Və kəthirun minna qad qara əv səmi'a ma qama bihi al-muhaddithun min rihalatihim at-tawilah allati lawla al-isnad laqala man sha'a ma sha'a. Bizdən çoxumuz eşitmişik və ya oxumuşuq ki, mühəddislərdən, hədis əhlindən çoxsu uzun səfərlər edirdilər. Hansı ki, bir dənə bu sözə görə Süfyan ibn Uyeynə rahimehullahın sözüdür ki, isnad olmasa kim nə istəsə deyər, kim nə istəsə danışar. Bu sözə görə isnad əldə etmək üçün uzun səfərlər edərdilər. Və hədə Şü'bə rahimehullah yerhulu şəhran kamilan fi talabi hadisin semi'ahu min tariqin lem yamurru aleyh. Şü'bə rahimehullah, Şü'bə ibn Həccac rahimehullah o bir ay yol gedir. Hansı ki bir hədisi eşitib, bir hədis hansı ki ona öz yolu ilə gəlməyib, başqa yolla çatıb. Yəni uzaq yolla çatıb. Yəni hədis elmində asanlaşdırmaq üçün belə bir şey deyək. Hədis elmində belə bir şey var. Mən kimdənsə rivayət edirəm, o birisindən. Bu yol olur 4 dənəli yol. Bunu qısaltmaq üçün o birisindən gedirdilər elm almağa. Bu yolu qısaltmaq üçün. Nə qədər yol qısa olarsa, o qədər daha güclü olur, o qədər daha bərəkətli olur, həm də yəni daha yalandan qurtulmuş olur. Ola bilsin o səhv eşidə bilər, ola bilsin nəsə unuda bilər. Onları qorumaq üçün bir ay yol gedərdilər. Sadəcə ortada bir nəfərə düşürüb gedib ondan elm almaq üçün. Baxın, Cabir ibn Abdullah radiyallahu anhu eşitmişsiniz də, Cabir ibn Abdullah eşitməyən yoxdur. Yəni fəzilətli sahabə olub. يقول بلغني عن رجل من أصحاب رسول الله صلى الله عليه وسلم حديث سمعه من رسول الله صلى الله عليه وسلم لم أسمعه منه. Mənə çatdı ki, Peyğəmbər sallallahu əleyhi və səlləm sahabələrindən bir nəfər bir hədis eşitib, Peyğəmbər sallallahu əleyhi və səlləm bir hədis eşitib, hansı ki mən onu Peyğəmbər sallallahu əleyhi və səlləmdən eşitməmişəm. O eşitib, mən eşitməmişəm. Fəbta'tu ba'iran. Bir dənə dəvə aldım. Buna görə dəvə alıb. Fəşədəttu aleyhi rahli. Onun üzərinə yükümü yüklədim. Fəsirtu ileyhi şəhran həttə əteytu şəm. Bir ay yol getdim və Şama çatdım. Bir ay. Fəidə huvə Abdullah ibn Uneys el-Ənsari. Bu da bir sahabədir. Abdullah ibn Uneys el-Ənsari. Ansarlardan olub. Abdullah ibn Uneys adlı sahabə idi. Qalə fəərsəltu ileyhi ənə Cabiran aləl-bəb. Qapıda olanı göndərdim ki, getdinən ki, Cabir qapıdadır. Qalə fərəcə ileyyə Rasul fəqalə Cabir ibn Abdullah fəqultu nəam. Həmin elçi, göndərən elçi qapıçını göndərib, o qayıdıb deyir ki, yəni, Cabir ibn Abdullah deyir ki, bəli. Sonra o getdi, qayıtdı. Sonra Abdullah ibn Uneys özü çıxır qarşısına, qarşılayır. Fəxarəcə iləyyə fə'tənəqəni və a'tənəqtuhu. Və qarşıma çıxdı, məni qucaqladı, mən də onu qucaqladım deyib. Qalə qultu hadisun bələğəni ennəkə səmi'təhu min Rasulillah sallallahu aleyhi ve sellem fil məzalim ləm əsma'uhu fəxəşitu ən əmutə əv təmut qablə ən əsma'uhu. Deyir, bura gəlmişəm ki, mənə çatıb ki, sən Peyğəmbər sallallahu aleyhi ve sellem bir hədis eşitmisən, zülm barəsində, məzalim barəsində bir hədis eşitmisən, mən onu eşitməmişəm Peyğəmbər sallallahu aleyhi ve sellemdən və qorxdum ki, onu səndən eşitməmiş, ya mən ölərəm, ya sən ölərsən. Ona görə bir ay, eşitən kimi bu söhbəti bir ay yol gəlib, dəvə alıb, yol gəlib. Və bu hədisi eşitəndən sonra birbaşa geri qayıdır. Daha demir, gəlmişəm burada bir gün qalım, istirahət edeyim, yiyim, içim, birbaşa geri qayıdır. Yəni, niyyət bəlli idi, elm üçün çıxmışdı, elmini aldı və birbaşa geri qayıtdı. Və hədə Əbu Zur'a və Muhammed ibn Nasr və qeyruhum yəqta'unəl fəyəfi əl-əqdəm. Beləcə də, baxın, Əbu Zur'a, Muhammed ibn Nasr və başqaları, onlar ayaqları ilə səhralar keçərdilər, elm tələb etmək üçün. Kullu hədə fi səbilə təhsil ilm. Bunların hamısı elm tələb etmək üçün, elm əldə etmək yolunda idi.
فهم يقطعون المسافات الشاسعة التي تنقطع دونها رقاب المطي. Onlar elə uzun yollar dəf eləyərdilər ki, hansı ki o yollarda miniklərinin nəfəsləri kəsilərdi. Yarı yolda miniklərini qoyub ayaqla davam eləyərdilər. ومع ما يصاحب ذلك من التعب وعناء الطريق. Bununla bərabər onları yolun çətinliyi, məşəqqəti və yorğunluğu bununla bərabər idi. ومع ذلك فإن لذة العلم التي وضعها الله عز وجل في قلوبهم أنستهم عناء الطريق وبعد الشقة. Buna baxmayaraq elmin ləzzəti, hansı ki Allah Subhanahu taala onların qəlblərinə bunu yerləşdirmişdi, yolun çətinliyini və bu səfərin uzaqlığını onlara unutturdu. Baxın, İbn Qayyim rahimehullah qızıl mürəkkəblə yazılan bir kəlam deyir. Buyurur ki: "Kullu ma kana fil Qur'an fi madhin lil-abdi fehuve min semratil ilm." Quranda qulu tərifləyən nə varsa, hamısı elmin səmərəsinə görədir. "Və kullu ma kana fihi min zammin lil-abdi fehuve min semratil cehl." Və nə varsa Quranda hardakı qulu pisləyir, məzəmmətləyir, orada bilmək lazımdır ki, cahilliyin səmərəsindən o pislənib. Cahilliyinə görə pislənib. İnnə ünvanə hədəl kitab. Bu kitabın ünvanı Məalim fi tariq tələbəl ilm. İlm tələb etmək yolunda olan əlamətlər. Və hədəl ünvan vasi' yədxulu təhtə məzallətihi əşyə kəthirə. Bu ünvan geniş ünvandır. Bunun altına çoxlu məsələlər daxil olur. Bunun kölgəsinin altına çoxlu məsələlər daxil olur. Və kulluha tasubbu fi qalibi talibil ilm. Bunlar hamısı elm tələbəsinin qəlbinə daxil olur, qəlbinə süzülür. Yəni o qəlb ki var, elm tələbi, ora aid hamısı. Məl-ləzi yənfəu. Ona nə fayda verir? Və məl-ləzi yukəddiru seyruh. Onun yolunu nə çətinləşdirir? Və məl-əfətulləti tuakkiru li tələbil ilm və tukəddiru safauhu və nəqauhu. Onun hansı bəlalardır ki, elm tələb etməyi, elm tələbəsini bulanlaşdırır, onun saflığın, təmizliyin körlüyor. Vəl-kəlam yatul anil ilm və fadlih. Elmin tələb etməyin və fəzəti haqqında söhbət uzanır. Vəl-Qur'anul Kərim fihi ayatun nassat ala fadlil ilm və fadli əhlihi. Və Quranda ayələr açıq-aydın dəlildir ki, dəlillər var ki, Quranda ayələr elm əhlinin fəzilətinə, elmin və əhlinin fəzilətinə. Və kəzə fi sünnətil mutahhara. Eləcə də təmiz sünnədə buna dəlillər vardır. Alə sahibihə əfdalis salatu və ətəmmis təslim. Onun sünnənin sahibindən, yəni Peyğəmbərimizə sallallahu aleyhi ve sellem salavatların ən fəzilətlisi və salamların ən gözəli olsun. Və qad mərrə bikə qavluhu təalə fi surat Fatir. Artıq sən bu ayəni oxudun Fatir surəsində olan İnnəmə yaxşəllaha min ibadihil uləmə. Allahdan qullar arasında ən çox alimlər qorxar. Vəl-ilm kəmə qalil Həsən huvəl xəşyə. Elm, necə ki Həsən Əl-Basri rahimehullah buyurur ki, o qorxudur. Və mən kənə billahi a'ləm kənə minhu əxvaf. Kim Allahı daha yaxşı tanıyarsa, ondan daha çox qorxar. Və qad sannəfəs sələf musannəfət kəthirə müstəqillə an fadlil ilm. Sələf bu barədə çoxlu kitablar yazıblar. Elm barəsində müstəqil kitablar yazıblar. Və an əxlaq əhli ilm. Elm əhlinin əxlaqı barəsində. Və an mənzilətil uləmə. Alimlərin mənziləsi barəsində. Lidə la utilul kəlam alə hədəl əmr. Buna görə də bu məsələdə söhbəti çox uzatmaq istəmirəm. Və yəkfi ən əzkur ləkə qolun nəbiyyə sallallahu aleyhi ve sellem. Və kifayət olar ki, mən sənə Peyğəmbər sallallahu aleyhi ve sellemin hədisini zikr edeyim. Hədisdə buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem mən sələkə tariqan yətlubu fihi ilm sələkəllahu bihi tariqan min turuqil cənnə. Kim elm tələb etmək yolunda bir yol seçərsə,
Allah onun üçün cənnət yolundan bir yol seçər. Və innəl mələikətə lətəda'u əcnəhətəhə li talibil ilm rıdan bimə yəsnə. Mələklər belə elm tələb edənə razılıq əlaməti olaraq qanadlarını yerə sərərlər. Şərhdə bəzi alimlər buyururlar ki, qanadların elm əhlinin, elm tələbələrinin ayağının altına sərərlər. Və innəl alimə ləyəstəğfiru ləhu mən fis-səməvati və mən fil-ərd. Həttəl heytən fil-mə. Elm əhli üçün, alim üçün göylərdə və yerdə nə varsa hamısı istiğfar diləyər. Allahdan bağışlanma deyər. Hətta suyun içində olan balıqlar belə. Və innə fədləl alim aləl-abid kəfədlil qəmər leylətəl bədri alə səiril kəvakib. Elm əhlinin, alimin abid üzərində fəzləti isə bütün ayın bütün ulduzlar arasında olan fəzləti kimidir. Və innəl uləmə vərəsətul ənbiyə. Alimlər, həqiqətən alimlər peyğəmbərlərin varisləridirlər. Və innəl ənbiyə ləm yuvərrisu dinaran və la dirhəmə. Alimlər də nə dinar, nə dirhəm miras buraxmazlar. İnnəmə vərrəsul ilm. Onların qoyub getdikləri miras, elm olar. Fəmən əxədəhu əxədə bihəzzin vafir. Kim ondan götürərsə, ondan böyük bir pay götürmüş olar. Bu da elm əhlinin, elm öyrənənin fəzlətidir. Və mə əcməl mə qalə İbnül Qeyyim rahiməhullah. İbnül Qeyyim rahiməhullahın sözü necə də gözəldir burada. Və ləm yəkun fil ilmi illəl qurb min Rabbil aləmin vəl-iltihaq bi'aləmil mələikə və suhbətil mələil ələ ləkəfə bihi şərəfən və fadlə fəkeyfə və izzid dünya vəl-əxirə mənutun bihi və məşrutun bihusulih. Buyurur ki, elm üçün fəzilət olaraq aləmlərin Rəbbinə yaxınlıq və mələklər aləminə qoşulmaq, uca məqamda onlar haqqında söhbətin açılması, dostluq, bunların hamısı şərəf olaraq kifayət edər. Və necə ola bilər ki, buna dünya izzəti və eləcə də axirət izzəti qoşulsa. Yəni, izzət olaraq kifayət olar ki, aləmlərin Rəbbi, alimlərin Rəbbinə yaxınlaşır. Və eləcə də mələklər aləminə yaxınlaşır, fəzilətlənir. Və Allah Subhanahu taala onları öz mələkləri arasında tərifləyir. Bu izzət olaraq kifayətdir əslində. Amma buna qoşularaq nə qoşulur? Dünya izzəti və axirət izzəti. Allah Subhanahu taala alimlərə bu dünyada da izzətləndirir, axirətdə də. Eyyuhəl qari'ul kərim. Hunaka əs'ilatun tətra yesma'uha kullu vahidin minna min ba'dil ahibbə. Ey hörmətli oxuyan və ya dinləyən. Burada təkrarlanan suallar var ki, bizdən hər birimiz sevimli şəxslərdən eşitirik. Və minhum mən yəqul keyfət tariq ilə hifzil mutun. Bəziləri deyirlər ki, mətnləri əzbərləməyə yol nədir? Və yəqul əxər keyfət tariq ilə hifzil Qur'an-ı Kərim. Quran əzbərləməyə yol necədir? Və yəqul əxər bi-eyyi mətnin əbdə. Hansı mətndən başlayayım? Və alə eyyi şeyin əqra. Hansı şeyxin yanında dərs alım? Və mədə əhdər minəd-durus. Hansı dərslərdə iştirak edeyim? Vəl-əxər yəqul innəni əhdur və kəthfil hudur və ləkinni əxruc bilə nəticə. Və bəziləri deyir, bu sual çox mühümdir. Bəzən sizin də qarşılaşa bilərsiniz. Deyir, mən çoxlu dərslərdə iştirak edirəm. Amma dərsdən heç bir nəticəsiz çıxıram. Heç bir fayda əldə eləməyib çıxıram. Bu sualların hamısı deyir ki, həzil əs'ilə təxtəlifül lafzan, ləkinnəhə təttəfiqü mə'nə. Bunların zahiri eyni suallar, ayrı suallar olsa da, onların mənası hamısı eynidir. Və kullə tədullu inşallah alə hirs əshabihə.
Bunların hamısı inşallah o sual verənlərin hərisliyinə dəlalət edir. Və alə məqsədin tayyibin fi təhsili hədəl ilm. Bu elm tələb etmək yolunda gözəl məqsədə dəlalət edir. Və hədəl əmr leysə cəyidən. Bu yeni məsələ deyil. Ləənnə ra'ilunəl əvvəl qad kətəbu fihi və afadu. Bizdən qabaqkilər bu məsələdə yazıblar və çoxlu kitablar yazıblar. وَلَوْ سَرَدَ الْوَاحِدْ مِنَّا أَسْمَاءَ الرَّسَائِلِ وَالْكُتُبِ الَّتِي صُنِّفَتْ فِي هَذَا لَطَالِ الْمَقَالِ. Bizdən birimiz bu məsələdə zikr olunan kitabları, risalələrin, adların belə zikr etmək istəsək, bu məclisdə vaxt tapmarıq zikr eləməyə. ويكفي أن نعرف أن هناك عشرات الكتب ما بين مختصر ومبسوط في الكلام عن هذه المسائل. Kifayət olaraq ki, qeyd edək ki, bu məsələdə olan onlarla kitablar var ki, müxtəsər və uzun bu məsələ haqqında danışır. وقبل الكلام عن هذا الأمر وعن طريقة تحصيل العلم وهي عسيرة ولكنها يسيرة على من يسره الله سأذكر إن شاء الله في الصفحات التالية عدة مباحث. Bu məsələyə başlamamışdan əvvəl bu elm əldə etməyin yolu barəsində bu həqiqətən çətindir, lakin Allahın asanlaşdırdığı şəxslərdən başqalarına çətindir. Allahın asanlaşdırdığı şəxslərə asandır. Və buyurur ki, mən burada qarşıdakı səhifələrdə bir neçə məsələlər, bəhslər getirəcəyim. Və ətəkəlləm əvvələn anil muavviqat əlləti tu'iqu talibəl ilm an tələbəl ilm. Birinci növbədə elm tələb edən şəxsi elm tələb etməkdən məşğul edən məşğuliyyətlərdən danışacağım. وَالْاِسْتِمْرَارِ فِي تَحْصِلِهِ وَالسَّعِي فِيهِ. Elm tələb etməyə davamiyyətdə olmağa mane olan, o yolda səy göstərməyə mane olan şeylərdən danışacağım. وَهَذِهِ الْمُوَوِّقَاتِ كَثِيرَةً. Mane olan səbəblər çoxdur. Lakin yumkin ən tucmələ fi 10 muavviqat. Lakin bunlar ümumi olaraq, ixtisar olaraq 10 mane olan şeydə qeyd ediləcəkdir. Və burada inşallah 10 dənə səbəb getirir. Elm tələb edilməyə mane olan səbəblərdir. Onlardan birincisi niyyətin pis olmasıdır. İkincisi şöhrəti və qabaqda getməyi sevməkdir. Üçüncüsü elm halqalarında, elm dərslərində iştirak etməməkdir. Dördüncüsü məşğuliyyətləri bəhanə gətirməkdir. Beşincisi gənc yaşlarından elm almamaqdır. Altıncısı elm tələb etməkdən uzaqlaşmaqdır. Yeddincisi özün tərifləməkdir. Səkkizincisi elmə əməl etməməkdir. Doqquzuncusu özünü aşağı görmək. Onuncusu isə sonraya saxlamaqdır. Bunlar barəsində inşallah gələn dərslərdə danışacağıq. Allahdan istəyirəm ki, Allah eşitib faydalanlardan etsin, bizi elmə həris olan qullarından etsin, alimlərdən etsin, Allah qatında sevimli şəxslərdən etsin və bizi bura cəm etdiyi kimi Firdos cənnətində cəm eləsin. Subhanakallahumma bihamdik və əşhədu an la ilahe illə ent və əstəğfiruka və etûbü ileyk. Allah sizdən razı olsun.